Deməli 16-cı sualda nəzərinizə bir neçə fikir çatdırmaq istəyirəm. Baxın, neçə cümlədə bütün cümlə üzvləri sərbəst söz birləşməsi ilə ifadə edilibdir. Yəni bütün cümlə üzvləri ya isim birləşmə, ya fe'li birləşmə ilə ifadə edilibdir. Baxa, mən qulaq asmaq üçün kənddən buraya gələnlərdənəm. Kənddən buraya gələnlərdənəm. Kənddən buraya gələnlərdənəm. Kim? Mən. Artıq burada mən mübtədası söz birləşməsi ilə ifadə edilmədi. Anı götürmürük, B-yə gəlirik. Təmkinli olan, səbirli olan kim? Kim? Burada təmkinli olan nədir? Mürəkkəb feildir. Ona görə B-yi də götürmürük, C-yə gəlirik. Həyatın bütün sərt üzünü görənlər bəxti gətirməyənlərdir. Bəxti gətirmək nədir? Frazemdir. Bizdən isə sərbəst söz birləşməsi istəyirdi. Ona görə C-ni götürmürük. Bəxti gətirmək frazemi cümlənin xəbəridir. İndi D-yə baxaq. Bizim qapının açarı sizin yoldakı maşınınızdadır. Əgər burada bizim qapımızın açarı desəydi, bu zaman bizimlə qapımızın bir yerdə götürülərdi. Artıq üçüncü növdə nə zaman ayrılır? Bizimlə yandakı söz məsubiyyə şəkilçisini, bax bizimin tələb etdiyi məsubiyyə şəkilçisini yandakı qəbul etməyəndə artıq bizim olur təyin. Bizim qapının açarı sizin yoldakı maşınınızdadır. Deməli, sizin maşınınızdadır, sizin maşınınızdadır nə? Qapının açarı. Hansı qapının? Bizim qapının. Ona görə bizim təkcə nə? Cümlə üzvü oldu. Söz birləşməsilə ifadə edilmədi. İndi Y-yə baxaq. Ona göz dağı vermək. Göz dağı vermək frazemdir. Qabağında da bir dənə ona sözü var deyən həqqi mənalı oldu bir yerdə məstər tərkibi. Ona göz dağı vermək mənə qarşı düşmənlik etməkdir. Deməli, düşmənlik etmək də oldu bir dənə məcazi mənalı söz. Mənə qarşı düşmənlik etməkdir. Bir yerdə oldu məstər tərkibi. Deməli, Y variantı bir dənə cavabımız oldu. Oldu 1. Bircə dənə cavabımız var burada.